2026-cı ilin dövlət büdcəsi haqqında qanuna əsasən yaşayış evini kirayəyə verən şəxs aylıq gəlirinin 10% məbləğində vergi ödəyəcək. Hazırda 14%-dir. Amma demək olar ki, ödəniş həyata keçirilmir. Səbəb isə kirayə müqaviləsinin bağlanmamasıdır. Bunu əmlakçılar da təsdiqləyir. Onların sözlərinə görə ev sahibləri müqavilə bağlamağa maraqlı deyillər. Müqavilə bağlananda da onlar kirayə haqqını az göstərirlər. Burada əsas məsələ nəzarətin gücləndirilməsidir. Bəs bu nəzarət hansı formada olacaq? Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc açıqlama verərək bildirib ki, müvafiq icra qurumları bu vergilərin yığılmasında çox böyük önəm verəcək. Çünki hazırda 80%-dən çox bu cür kirayə münasibətləri rəsmiləşdirilməyib. Bu qanunsuzdur. İnzibati Xətalar Məcəlləsinə görə 40 manata qədər cərimə etmək nəzərdə tutulub. Bəs məcburi kirayə cəlb eləmə qiymətləri artıracaq? Sədr qeyd edir ki, bu artımdan sonra istər-istəməz qiymətlər artacaq. Yəni sahibkarlar vergi verir deyə bu da qiymətlərə öz təsirini göstərəcək.